Bismillahirrahmanirrahim. İnna lillahi ve inna ileyhi raciun. Hamımız Allah'tan, hamımız Allah'tan istifadə edəcək. Əziz Mövlamız başda olmaqla bütün müsəlman ümmətinə, əziz xalqımıza, inanclarımıza, dəyərli möminlərə və əziz icab şəhid olan Hacı Vaqif əzimizin ailəsinə sağlıq verir. Əziz Hacı Vaqifi illərdə tanıyırdıq. İxlasla, öz boyuna düşən vəzifələri dərk edərək Allah dərgahında bəndəlik edirdi. Onu günahsız olaraq zindana salmışdır. Və bugün Çexiyada, Praqa şəhərində yenicə bu xəbəri eşitdik. Çox üzüldük. Amma bir məsələyə görə rahatlıq tapılır. Şəhidlər toplumun oksigenləridir. Bu qanlar, mübarək şəhid qanları toplumda inanclılığı, toplumda nuraniyyəti, toplumda mübarəkliyi daha da artıracaqlar. Əslində, xoş olsun Hacı Vaqifin halına ki, Allah Teala ona əqidəsi uğrunda bir şəhid olmağı nəsib etdi. Allah'tan onun üçün xüsusi rəhmət diləyirik. Son illərdə inancımıza qarşı, dinimizə qarşı, icabımıza qarşı başlanan bu ağla uymayan, məntiqsiz, hər mənada qanunlara zidd olan, insan haqlarını tapdalayan bir İslamofobi sürəcinin, İslamofobi prosesinin yaşayıb. Onlarla əzizimiz həbsdədir. Onlarla əzizimiz zindanlardadır. Və biz bugün bunlardan birisinin bu qurbanını qarşılamalıyıq. Xalqımız Sovet zamanında imtahanlar yaşamışdır. Son illərdə baş verənlə onun nə dinindən, nə inancından uzaq salmaq mümkün olmayacaq. Mən bir daha ölkə məsullarına müraciət edir. İslamla bağlı, dinlə bağlı, inancla bağlı aparılan bu yanlış siyaseti, bizlərə kənardan, İslamı sevməyənlər tərəfindən bizlərə sırılan siyaseti dayandırınız. İslamla bağlı olan qadağaları dayandırınız. Həbsə atılmış əzizlərimizi azad ediniz. Hamımız bir gün Allaha tərəf qayıdacaq və qiyamət günü cavab verir. Və məsuliyyətimizi hamımız dərk etməliyik. Ölkənin bütün insan haqları qurumlarına müraciət edir. Bu məsələdə hər kəs boyun ölçən vəzifələrini yerinə yetirsin. Ölkənin bütün siyasi, ictimai çevrələrindən müraciət edirəm ki, bu baş verən faciəni, bu baş verən müsibətə öz mövqelərini bildirsin. İnşallah səfərdən sonra şəhidimizin həm anmasını, həm baş verən cinayəti, baş verən qanunsuzluğu hər mənada boynumuza düşən işləri bu məsələdə istiqamətdə görəcəyik inşallah. Hər birimiz, xalqımızın hər bir üzvü, xüsusən də ruhanilər bu məsələdə boyunlarına düşənləri dərk etməliyik və bu şəhidimizin yad olunmasını, minbərlərdən tanınmasını və qeyd olunması hər birimizin üzəridir inşallah. Xalqımızın başı sağ olsun və məhz bu kimi şəhidlərin qanları ilə xalqın mübarək nurani gələcəyi sığortalanmışdır. Allah'tan hər birimiz üçün boynumuza düşən vəzifələri dərk etməyi və onun yolunda, onun mübarək yolunda ən ali, uca, mübarək, nurani şəhadət məqamlarına yetişməyi bizlərə də nəsib etsin. Allah'a emanet.